qayıdışın növbəti mərhələsidir. Bilirsiniz ki, böyük qayıdış proqramının başlanğıcını da biz Zəngilan rayonunda qoyduq. Birinci kənd, Ağalı kəndi artıq 3 il yarım ərzində insanlar orada yaşayır və çox gözəl şərait yaradılmışdır və gözəl də saxlanılır. Mən də Ağalının içi ilə keçdim və yeni binalarla tanış olarkən gördüm ki, bütün həyat, yəni sahələr sanki gözəl bir bağa çevrilir. Şimdi buranı biz keçmiş köçkünlərə təhvil verəndə qupquru bir yer idi. Necə ki, indi Məmmədbəyli kəndində də hələ ki, o qədər də çox ağaçlıq yoxdur. Ancaq illər keçdikcə vətəndaşlar özləri qrup yaradırlar, əkib becərirlər. Dövlət nə lazımsa edib, sizi gözəl şəraitlə təmin edib və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər ərzində ağır şəraitdə yaşamışsınız. Köçkün həyatı çox ağır həyatdır. Ancaq artıq o günlər arxada qaldı.